Bərdədə 1-ci Qarabağ müharibəsinin itkin şəhidlərinin dəfn mərasimi keçirilmişdir. 1-ci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonunun Yanşaq kəndi və Murovdağ silsiləsinin mühüm yüksəkliklərinin azad olunması uğrunda gedən döyüşlərdə itkin düşmüş hesab edilən, şəxsiyyəti müəyyən edilmiş Bərdə rayonundan olan qəhrəman övladlarımız, 1972-ci il təvəllüdlü Hacıyev Qılman Surxayoğlunun nəşinin qalıqları Kələntərli kənd qəbirstanlığında, 1971-ci il təvəllüdlü Vəliyev Hidayət İsoğlunun nəşinin qalıqları Zümrxan kənd qəbirstanlığında, 1972-ci il təvəllüdlü Dadaşov Dadaş Şərifoğlunun nəşinin qalıqları rayonun Molla İsalar kənd qəbirstanlığında dəfn edildi. Dəfn mərasimində Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, Tərtər rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Onlar vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaət göstərərək canlarından keçmiş ən ali zirvə, şəhidlik məqamını ucalmışlar. Şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edir, ailələrinə və yaxınlarına səbr və dözüm arzulayırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vüsal Rafiqoğlu, Mirələ Məhmədov, Vəfa Hüseynova, Aran TV, Bərdə.